Rənginizdən seçilməyən tonallar istifadə edin. Hialuron turşusu olsun, tərkibində niacinamid olsun, dərin nəfəs alsın, dərinizdən seçilməsin, boynunuzla dəriniz eyni rəngdə olsun. Hal-hazırda mənim üzümdə 2 cür tonal var. Hialuron, niacinamidlə zəncin 10 ilə yaxındır ki, istifadə etdiyim tonaldır. Plus bazadır. Bazada BB kremdir. Onu belə qarışdırmışam ikisini. Və yağlı kremin üzərindən, yəni cavanlaşdırıcı tərkibi olan günlük baxımımın üzərindən istifadə etmişəm. İllərdir də mən bu tonalları istifadə edirəm. Bəlkə də dərin nəfəs aldığı üçün ona görə də məndə poralar olmur. Dərimdə yəni məsamələr yoxdur. Ona görə də seçimi düzgün edin, istifadə etdiyiniz tonal çupur-çupur görsənməsin. İndi o qrim demirəm, qrimlərdə zaten onsuz da ki, salon tonallarında elə görünüş normaldır. Amma yəni gündəlik evdə və yaxud da ki, gündəlik iş rejimində istifadə etdiyiniz kosmetika çox təbii, bitki mənşəli və tərkibi zəngin olmalıdır. Tərkibindəki maddələr sizin dərinizi qozatmamalıdır. Ona görə də gündəlik istifadə etdiyiniz tonalları düzgün seçin. Belə, yəni mənim də istifadə etdiyim tonalları çox istəyirəm ki, sınayasız gündəlik baxım üçün, gündəlik vurmaq üçün. Mən hər kəsin dəri tipinə görə seçirəm tonalları. Hamıya eyni tonal getmir. Ondan konsultasiya aparırım. Ondan sonra ona doğru tonalı seçib təqdim edirəm. İndiyə qədər də çox gözəl geri dönüşlərim olubdur. Yaxşı tonallar istifadə edin. Dərinizdə cavan olsun, hər zaman zamansız qocalmasın, pürüzsüz olsun. Belə.